bəs Allah nə deyəcək? Qiyamət günü sən necə çağırlarsan? Allah nə deyəcək sənə? Oğrular gəlsin deyəndə, zinakarlar gəlsin deyəndə durarsan, şərbətdən atanlar gəlsin deyəndə durarsan, qoy namaz qılanlarla bir yerdə oldu desinlər. Namaz qılan da desinlər, molladı desinlər, geridə qalmışdı desinlər. Amma qiyamət günü bütün insanların başının üzərindən içki içən gəlsin, namaz qılanların dayıcan danışanlar gəlsin, Muhammed sallallahu aleyhi ve sellem'i sevməyib söyənlər gəlsin deyiləndə, onlarla durmaq istəyirsən, hər bir insan qiyamət günü vallahi ki, öz başçısı ilə çağırır. Allah subhanət hala qiyamət günü hər kəsi öz başçısı ilə çağıracaq. Muhammed sallallahu aleyhi ve sellemin bayrağı altında olanlar gəlsin deyəndə durmaq istəyirsən, yoxsa alqaşlar, zinakarlar gəlsin deyəndə, Allah dininin düşmənləri gəlsin deyəndə, Allahın dinini söyənlər gəlsin deyəndə, hansı ilə durmaq istəyirsən? Bəs Allah qınamayacaq səni, heç kim səni yaratmayıb ki, mən onun qınağından qorxum ki, o mənə dil uzadacaq.